Cəlilabadda ailə faciəsi arvad ərini qətlə yetirdi. Cəlilabadda 35 yaşlı kişi həyat yoldaşı tərəfindən qətlə yetirilib. Hadisə rayonun Günəşli kəndində baş verib. Kənd sakini 35 yaşlı Vüsal Cəfərovla həyat yoldaşı 32 yaşlı Kəsirə Cəfərov arasında yaranan mübahisə zamanı qadın bıçağı ataraq ərinə xəsarət yetirib. Yaralı vəziyyətdə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılan Vüsal Cəfərov həkimlərin səylərinə baxmayaraq vəfat edib. Mərhumun yaxınları ilkin olaraq hadisənin tikinti zamanı baş verdiyini bildirsələr də, aparılan operativ araşdırmalar nəticəsində qətlin həyat yoldaşı tərəfindən törədildiyi müəyyən edilib. Kəsirə Cəfərova polis tərəfindən saxlanılıb. 1990-cı il təvəllüdlü şəxs Cəlilabad rayon mərkəzi xəstəxanasının tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona döş qəfəsinin ürək nahiyəsinə nüfuz edən kəsilmiş, deşilmiş italyat yarası, ürəyin tamponadası, daxili qanaxma və hemorragik şok 3-4 diaqnozu təyin edilib. Pasiyent dərhal cərrahi əməliyyat aparılıb. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çox sayı səylərinə baxmayaraq saat 14:30 radələrində ölüm faktı qeydə alınıb. Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq davam etdirilir. Qeyd edək ki, Vüsal Cəfərov Qaradağ rayonunda daş karxanasında çalışmış və hadisə baş verən gün Yenicə kəndə qayıdaraq özünə ev tikməyə məşğul imiş. Yaxın bir məsafədə yerləşən Günəşli kəndi mənim ən yaxın, ən doğma kəndimdir. Hadisə baş vermiş yoldaşlar mənim dayım uşaqlarıdır. Bu hadisəni eşidərkən mən çox ağır acı keçirtdim. Ailədə xırda, adi, qeyri-adi olmayan xırda bir münasibətdən baş verən hadisədir. 3 körpə uşaqları, ailə çox gözəl ailədir. Demək olar ki, kəndin hər bir yerindən sorğu aparsın, hamı deyər ki, bu ailə çox zəhmətkeş, öz alın tərləri ilə yaşayan, öz çörəklərini yeyən bir uşaqlardır. Rəhmətli də öz elə bir mehriban, səmimi uşağı idi ki, heç vaxt deməzdin ki, bu ictimaiyyət və cəmiyyətdə özünü pis aparan uşaqdır. Belə bir ağır acıya hamımız təəssüflənirik, hamımız ağır acı keçirdirik. Mən də adəti qurumlardan xahiş eləyərdim ki, bunlara dəstək olsunlar, bunlara kömək olsunlar.